Adi bir axtarışda kəşfiyyatçı hədəfə çatmaq üçün bütün yolları təsadüf şəkildə yoxlayır. Lakin bütün axtarış sahəsini gəzmədən tapdığımız yolun ən qısa yol olduğunu deyə bilmərik. Kvant axtarışında isə əvvəlcə yalnız bir kəşfiyyatçı ilə başlayırsınız. Ancaq kəşfiyyatçı birdən çox yolla qarşılaşdıqda hər yeni yol üçün ayrı bir kəşfiyyatçı yaradılır. Bu da axtarış prosesini daha sürətli edir. Ən maraqlı məqam, ekranda gördüyünüz bütün kəşfiyyatçılar əslində tək bir kəşfiyyatçıdır. Sadəcə eyni anda müxtəlif yerlərdə ola bilirlər. Bu hadisəyə kvant superpozisiyası deyilir. Nəhayət hədəf tapıldıqda digər bütün kəşfiyyatçılar yox olur və yalnız həqiqi hədəfdə olan qalır. Bu qulağa qəribə gələ bilər, amma kvant kompüterlərində məhz belə işləyəcək. İki axtarış metodunu müqayisə etdikdə kvant kompüterlərinin üstünlüyü aydın görünür. Problem ölçüsü artsa belə, kvant kompüteri üçün mürəkkəblik yalnız xətti şəkildə artır.